Salam değerli dostlar, hoş gördük sizləri. Bugün sizlerle beraber sentyabr ayında baş tutmuş dövlət qulluğunun qəbul suallarını paylaşacağım. Qeyd edeyim ki, bu video izahlar bir neçə hissəlidir. Siz hal-hazırda birinci hissəni izləyirsiniz və birinci hissəni izləyərək 20 sualla tanış olacaqsınız. Ən əsası da bizim dostlar YouTube kanalımıza abunə olun. Bizə ən böyük dəstəyiniz olmuş olar. Videonu bəyənin və sizə burada buraxacağım bəzi sualların da cavablarını aşağıda qeyd etməyi unutmayın. Əgər qəbula da gedirsinizsə və bəzi sual tiplərindən tanış olmaq istəyirsinizsə, yeni tip. Ekranın bu sağ tərəfində yerləşən əlaqə nömrəsini əlaqə saxlayın. Sizlərə də bəzi qəbul suallarından ibarət olan müxtəlif formalı sınaq toplularını göndərim. İndi isə gəlin elə birinci sualdan başlayaq. Niyə birinci sualdan başlamaq istəyirəm? Bu sual açıq sual olaraq bir neçə imtahandır ki, qəbulda bizim rastımıza düşür. Düzdür, ASD və BA-da, yəni günorta keçirilən imtahan da vardı. Sadə dillə sizə izah eləmək istəyirəm ki, hər kəs üçün anlaşılır olsun. Deyir, ən içəridəki kiçik kvadratın ölçüsü 8-dir. Əgər verilən hissədə buranın ölçüsü 8-dirsə, bax, dəyərli dostlar, bunu belə bölüm. Niyə? Diaqonalları böləndə 4 dənə bərabər. Deməli, hər hissə 2-dir. Bura 2-dirsə, bunun bu hissəsi də 2-dir. Aha, doğrudan. Onda bura 2-dirsə, dostlar, burada 2-dir. Burada 2-dir, burada 2-dir. Yəni, belə çıxır ki, hər kiçik kvadrat içərisində yerləşdiyi böyük kvadratın ölçüsü nisbi və kiçikdir 2 dəfə. Yəni bu ümumilikdə 8 ortadır. Qıraqlar ikincisi ilə də 16. Deməli, içəri 8-dirsə, onun çölündə yerləşən fiqur 16-dır. Yəni 2 vura-vura artıra bilərsiniz. 16. Bunun çölündəki 32. Bu yerləşdiyi fiqurun 64. Çöldə yerləşdiyi fiqur isə 128-dir. Yəni verilən fiqurda rənglənmişsə nə qədər? Bu ağ hissə 64-cü yerdə qalan 64-də bunun sahəsidir. Daha sonrasında isə sizlərlə bərabər keçid edirəm digər bir ikinci sualı. Sürət məsələsidir. Uzun müddətdir ki, biz sürət məsələsi ilə qəbullarda rastlaşmırdıq. Sadəcə olaraq həm də ki, sırf qatar məsələsi, qatar və tunel. Bəs nə edeyim müəllim? Yazıb sürət 50 kilometr olan, uzunluğu 8-dir. Ümumiyyətlə siz bilirsiniz, S bərabərdir VT. T də bərabərdir S böl V. Yəni gedilən yolun sürəti olan nisbəti zamanı verir. Amma qatarda yol yox, biz əsasən uzunluq anlayışından istifadə edirik. Uzunluq anlayışı nədir? Yəni L böl T. L tunelin və qatarın bir yerdə uzunluğudur. L qatar. Bəs müəllim, mən neyini? Birincisi, dostlar, biraz bu çətində artıq belə deyim. Bunun yəni məntiq sual adlandırmasını, bu bildiyiniz riyazi məsələdir. Etməsi üçün olduğu. Və baxsanız bu hissədə T-ni tapılmaq üçün ilkim nədir? Sürəti çevirməliyəm. Nə? Beynəlxalq siz ölçü sistemində vahidlər var, beynəlxalq sistemdə var, beynəlxalq vahid sistemində bunların ölçüləri var. Yəni bunu da metrə gətirməliyəm, metr böl saniyə. Bunları da metrə çevirsəm işim rahat deyər. Birincisi uzunluğu yazmayıb 8-də 3. 8-də 3-ü vuraram 1000 metrə. Verilir 375. Bunun üstünə gələrəm tunelin də, qatarın da, tunelin də uzunluğu 1,175-dirsə, yəni 1750 kilometr gələrəm. Bu deyir məndə 2125 metr. Yəni uzunluğu tapdım. Okey. Bəs sürətinə tər tapdım. 50-ni vururam, dostlar. Əslində biz 18-də 5, 5-də 18 ilə bir anlayış var. Yadınızda qalmaya bilər. Ən yaxşısı nədir? Kilometr nədir? 1000 metr. Bunu birinci və dördüncü qrupa gedən uşaqlar artıq həll eləyib məncə. Saat nə qədərdir? Saniyə çevirsən, hər ikisinin ən kiçik ölçü vaydını. 3600. Yəni 1 saatim 60 dəqiqədə, o da saniyə ilə 60-60 3600. Bu deyilir bərabərdir. 50 vurulsun. Bunlar ixtisar gedəndə qalır 18-də 5. Demək, mən sürət də tapdım. Sürətim var. Gördüyünüz kimi yolum da var. İndi gətirib nəyi tapım? Gətirirəm qəşəng buradan sağ tərəfə ağardım ki, indi zamanımı tapım. Onda T də bərabərdir. Bu arada deyəsən biraz bunu şey çəkdim deyə. Qaldı bunun altında bir balaca belirleyeyim. Okey, 18-də 5. Hə, indi L də bərabərdir. Dostlar, T də bərabərdir. 2125-i, yəni 250 bölünsün 18-dir bu.
Bir ədədə bölmək onun tərsinə vurmaq deməkdir. Vurardım 250-də 18-ə. Bu da məndə bərabərdir 153-ə və verilən misalda 153-ü də almışamsa, əziz dostlar, bu da 153-ü saniyə çevirərdim. Və verilən misalda saniyə çevirdiyim zaman, yəni dəqiqə, bu deyir məndə 2 dəqiqə 60 saniyə. Yəni 33 saniyə. Aha, bu qədər. Verilən misal. Həll etmək demək nəymiş? Mümkün olarmış. Daha sonrasında isə indi sizinlə bərabər keçəcəm digər hissəyə. Söhbət nədən gedir? Üçüncü sualla bağlı. 7 ilə 2-dən 5 alır. Tapmaca tipli cədvəldir. 7-nin kvadratının üstünə gəlib 2-nin kvadratı. 52. Kvadratlar cəm 9-un kvadratdan 4-ün kvadratını toplayır. Yəni verilən misalda A-nı tapmaq istəsən, bu 81-dir, bu da 4. 85. B-ni də tapmaq istəsən, bu 25-dir, bu da ki 16. Toplayanda neçə eləyir? 41. Hə, arasındakı fərq 44. Keçirəm növbəti bir suala. Bu ardıcıllıqla bağlıdır. Ümumiyyətlə qeyd edeyim, bu misalın birinci deyəcəyim həlli sizin heç biriniz üçün rahat olan həll deyil. Nətər? Sıfırın kubu üstə gələk 0. Hər ədədin üstünə özün, kubun üstünə özün gəlir. 1-in kubu üstə gələk 1. 2-nin kubu üstə gələk 2. Yəni 10 almaq üçün. 3-ün kubu üstə gələk 3. 4-ün kubu üstə gələk 4. Yəni bura olacaqdı 5-in kubu üstə gələk 5. Bilirəm, qıratdan bağında çətin görsən ki, mənim ağlım haradan gəlsin. Amma sənin ağlına gələcək şey bilirsən nə dostum? Nə? Hə, nə iş görürsən ki, birinci həmişə topla, çıx, vur, böl. Ha, sonrası Allah kərim deyil. Nətər yəni? Plus 2, plus 8, plus 20, plus 38. Baxıram, neçə vahid artıb? Plus 6. Neçə vahid artıb 8-dən 20-yə? Plus 12. Neçə vahid artıb 20-dən 38-ə? Plus 18. Hə, indi neçə vahid artıb? Plus 24. Yəni nə? Plus 62. Toplamda neçə eləyir? İncə olsun. Daha sonrasında isə keçid edirəm digər suala. Bilirəm, bayaq izah elədiyim yol bəlkə də bir çoxumuz üçün qaranlıq qalır. Elə əslində dediyim kimi qaranlıq yol idi bizim yolumuz. 7-ni vurub 8-ə vurub 2-yə. Elif 100, 12, çıxıb 21, qalıb 91. Yəni 2-ni vurub 5-ə vurardım 2-yə. Bu eləyərdi 20. 20-dən 14 çıxsam qalır 6. Cəbən. 6-cı sual x şərti dilidir. Mən bunu bir neçə dəfə videolarımda, bəlkə də bir neçə dəfə yox, bəlkə dəfələrlə videolarımda bildirmişəm ki, bu sualla bağlı bir vaqada diqqətli olmaq lazım. Düzdür, magistra əsasən qəbula düşüb. Biz bunu magistrda daha çox rastlamışıq. Deyir, mən onu təriflədim. Onlar səni danladılar. Mən, bax dostlar, bax, bunda da mən var. Bunda da mən var. Hansıdır? Baxın, ikisi də. Di, di. Demək, mən sözü nədir? Di. Ona görə C getdi, Y getdi. Onda belə çıxır ki, onlar nədir? Baxın, hər ikisində də var. Onlar, ur, ur. Demək, mənim sözüm onlarla başlayır. Ur. Deyiri təriflədim. Təriflədilər. Hər ikisi nədir? Baxın. Marım. Elə bir kodlaşdırsa da marım. Özə burada da baxın. Onu təriflədim. Ur. Son da marımdan qurtarmalıdır. Onda onu da olur T. Onlar onu düzdür. Məndə indi marım təriflədim. Mənə danladım lazımdır. Ur. Marım olanlarda çıxdım. Ur. T var. Urgo var. İndi mən də baxıram. Onun sözü nədir? T. Ona görə marım olan hissəni çıxıram burada. Nə qalır? Ur T veli. Daha sonra gələm 7-ci suala. 7-ci sualla bağlı bu BB-nin qəbulunda düşən sualdır. Yazıb 2023-cü ilin mayında verilmiş diaqramda filan filan hissələrlə bağlı mütləq doğru variantda. Birinci adam baxanda qorxuyor. Deyirsən görüm ilahi ölkələrdir, ümumi müraciətlərin sayıdır, ixtisaslardır. Bu sualda dostlar mütləq cavab nədir? Deyirik.
Elə ixtisaslar var ki, müraciət edənlər başqa ixtisaslara müraciət 200% çoxdur. Bəli, düzdür. Niyə? Müraciət edənlər dostlar, bax yuxarıda biraz bunu belə uzaqlaşdırmalıyam. Bəzən özüm də videoya baxıram. Uzaqda olanda misal deyirəm, mən bunu niyə belə uzaqdan kayd eləmişəm? Məcburiyyətdən. Baxın dostlar, burada deyilir, elə müraciət edənlər var ki, yəni ixtisaslar üzrə. Məsələn, 80. Deyir ki, elə müraciət edənlərin sayından nədir? 100% çoxdur. 200% deyil dostlar, 100% çoxdur. Cavab C bəndir. Niyə? 80 40-dan neçə faiz çoxdur? Yəni 80-dən çıxaraq biz dünən faizlə bağlı məsələ ki, 80 çıx 40 böl 40. Vurulsun 100. Çoxdur deyəndə dostlar arasındakı fərqi bölürsün həmlədə də. Bu da bərabərdir 100%. Digər variantlar səhvdir. O ki qalsın 8-ci sualı. 8-ci sualı burada sizin etməyiniz üçün buraxıram sərbəst misal olaraq. Çox adam bu sualı səhv yazıb imtahanda. Niyə səhv yazıb? İndi onun da variantını açıqlamasını siz yazarsınız. Alınan birinci sözün də mənasını aşağıdan yazın, qoy bilməyən dostlarımız da bilsin. Daha sonra 9-cu sual. Heç çoxdan da belə demirəm, heç çətindir. Bir balaca çətin sual düşməmişdi qəbula, qeyri-aşkar olaraq. 43 ilə 34-dən bir nə eləyib dostlar? Rəqəmlər cəmi 4 ilə 3, 7, 3 ilə 4, 7. Təzədən 7 ilə 7 toplayıb 14. Sonra 1 ilə 4 toplayıb 5. Və bilirəm, beyin artıq error verir. Normaldır. Nətər yəni? Yəni dostlar 8-dən 5, 13. 4-dən 3, 7. 13-dən 7-ni toplayıram, bərabərdir 20. Sonra da 2 üstə gələk 0. Aferin. Sonra gəlirik 10-cu suala. Dostlar, üst-üstə qoymaqla bağlıdır. Birinci və bunu misal ümumiyyətlə belə ya sətr, ya sütun üzrə eləyə bilərsiniz. Sətr üzrə baxın. Üst-üstə eyni olanlar olduğu kimi qalıb. Tərs olanlar neyiniyib, silib. Tərs olanlar silib. Yəni mən bu da geriyə baxır, bu da elə orta qalacaq ağzı sol tərəfə. D ilə Y variantı getdi. Aşağı baxıb ağzı sol tərəfə olduğu kimi qalır. Bu ikisi də eyni tərəf olduğuna bu ağzı yuxarı qalır. C də getdi, A da getdi. Bir dənə qalır B. Keçirik 11-ci sual. Müəllim, 11-də nə var? Demək, bu 11-ci sualda siz yenə diqqət etsəniz verilən misal üçün. 9-la məndə 6-dan 6 alır. Bəs nətər alır? Və yaxud da ki, 9-la 2-dən. Bu üçün dostlar, yenə ədədləri topluyor. 9-dan 6-nı. 15. Sonra bir üstə gələk 5, 6. 14 ilə 14 toplayırsan 28. 2 üstə gələksən. Bayaq ki, qeyri-aşkardır. Yəni verilən misalda 23 ilə 6-nı toplayardım. 29. Sonra 2 üstə gələk 9 bərabərdir 11. Keçirik bir çoxlarınızın ilk olaraq tanış olduğu zaman, təbii ki, bunu yenilər xatırlamaz. İlk dəfə bununla bağlı mən izah verərkən ölkədə bu sual tipinin nə olduğunu demək olar ki, anlayan yox idi. Yəni akvaryumdur, oyundur. Biz artıq standartlara öyrəşmişdik. Sağdakı bunkeri bilirdik, Kakronov, Toshikini və s. Təbii ki, bu sual da yəni Yapon oyunları içərisində artıq ölkədən məşhur olan oyundur. Və bu suallara yanaşarkən özünüz evdə istəsəz misalın babında şərti var. İlk dəfə tanış olanlar bilə bilər. Akvaryumdur, bloklar üzrə dolsun və s. Baxırsınız bu hissəyə qəşəng. Şərti oxuyursunuz, şərtlə tanış olun. Olandan sonra biz videonu dayandırıb, hətta misal özünüz də əldə edə bilərsiniz. Bilirsiniz, akvaryumda bir xana doludursa, onun ətrafı da dolu olmalıdır. Üstü boş ola bilər. Yəni nə? Bir xana su ilə doludursa, mütləq aşağısı da dolur. Amma üstü bilmirəm. Yazdığım səhvdir bu arada. Və yaxud da ki, bu hissədə. Buranı dostlar yazıram. Hı. Mütləq bura dolmalıdır. Qayda belədir. Bir xana əgər boşdursa, yəni bu hissə boşdursa, mütləq onun ətrafı da boşdur. Üstü də boşdur. Bəs altı bilmirəm. Dolu da ola bilər, boşdur. Bəs yaxşı, ay müəllim, misala hardan başlayım? Təbii ki, misala başlaya biləcəyiniz yerlərdən biri. Harada ədəd çoxsa daha çox oradan və yaxud da ya az hissədən başlayın, ya çox hissədən. Mən bir olan hissədə bilirəm ki, artıq buralarda olmaz. Niyə? Çünki burada 2 dənə akvaryum var, ən aşağıdır. Bir bu hissədə olacaq, ya da bura.
ehtimalları. Bu iki yazılan hissədə isə bu 4-ü mütləq boşdur. Deyə bilərsən, "Ay müəllim, niyə boş olur?" Çünki dəyərli dostlar, bu hissə boşdursa, 2-yə görə 4-ünü doldursam 4-ünü də doldurmalıydım. Bu sualı izah edəndən sonra sizə bir maraqlı məlumat da verim. Və dostlar, bu hissələri doldururam. Dolunun altı da doludur. 5 olduğuna görə avtomatik 5 də dolur sütun üzrə. Dolunun ətrafı da doludur. Ətrafı da doludur. 4-ə görə artıq digər ikisini silirəm. Bu 5-lərə görə avtomatik hamısını doldururam. Sütun üzrə olanlar elə sətr üzrə qalır. Bu 5-ə görə bunun hamısını doldururam. Bu 5-ə görə bu ikisini də doldurdum. Bu 5-ə görə buranı da doldururam. Bu 5-ə görə buranı da. Bu 4-ə görə də buranı boş sağlayıb buranı doldururam. İndi ən sonda məndən nə soruşur? Dolu xanasıdır, boş xanasıdır. Bu gördüyünüz hissədə, əziz dostlarım, boş xana oldu bir Y, bir də H. Dollar oldu U, V, bir də KF. Biz də bu kimi sualları mən izah edərkən, əziz dostlarım, bəzən özüm də sosial şəbəkələrdə rastlaşıram təsadüfən nə ilə bağlı. Əsasən də bu kimi sualları izah edərkən tələbələrin çoxusu anlamır. Dostlar, bu sual izahıdır, mövzu izahı deyil. Yəni bu sualı anlamamanız normaldır. Çünki siz əgər bunu anlamaq istəyirsinizsə, bununla bağlı yazın. Mənim akvariumla bağlı və hətta ki, sair bu kimi mövzularla bağlı geniş formatda izahlarım var. Sizin əksəriyyətinizin izlədiyiniz sırf nədir? Qəbul suallarının izahlarıdır deyə. Bunlar əsasən qəbulda iştirak etmiş və bazası olan tələbələr üçün daha anlaşılan olur. Yəni belə sıfırdan baxan uşaqlar üçün təbii ki, burada bir çox şey anlamaya bilər. Ona görə də məncə siz bu kimi şeyləri müzakirə edərkən, yəni hansısa sualın anlaşılıb anlaşılmadığını, mütləq digər ətraflı geniş izahlarına da baxın. Ən əsası odur. Sonra gəlib baxarsınız, deyərsiniz, "A, nə rahat sual imiş bu." Keçirik digər suala. Hansına müəllim? 2023-dən bəri, 2023 oldu, bəlkə də bu sualı mən 2021 Dövlət İmtahan Mərkəzi kitab çıxardandan bəri dəfələrlə izah eləmişəm ki, buna bax, buna bax, buna bax, buna bax. Bu o sualdır, bəli. Ox sola baxanda. Bax, görsən fiqur neçə hissəlidir? Neçə yerə bölünür? 2. Bu da 1. Burada neçə dənədir? 3 dənə. 2 ilə 1-i toplayıb bərabərdir 3. Demək, neyinib dostlar? Ox sola baxanda toplama. Bəs sağdan ağar 1, 2. Bu neçədir? 1, alınıb 1. Sağa baxanda da oxun funksiyası çıxmaqdır. Orta nümunədə mənlik deyil. Burada 3, burada 3. Bura eləyir 6, çünki toplayıram. Ox sola baxır. Bu 8, bu da 5. 8-dən 5-i çıxıram. Sağa baxır, qalır 3. 6-nın da üstünü şişər. Çıxıram. 1, 2, 3, 4, 5, 6. Deyəsən burada artıq 1, 2, 3, 4, 5, 6 və 7. Çıxıram o 7-ni. O da bərabərdir 2. O nədir? Cübə. Növbəti bir sualla dostlar, əgər bura qədər sualları izləmişsinizsə artıq və videonu bəyənməmişsinizsə də videonu bəyənin, kanala abunə olun dostlar. Sizin bizə ən böyük dəstəyiniz budur. Və bu kiçik dəstəyinizi bizdən əsirgəməyin. Bu da YouTube'un bizdən istədiyidir ki, daha çox insanlar faydalansın deyə siz bunu bəyənsəz və aşağıya ən azından suallardan bəzilərinin cavablarını yazsanız, bu bizə də kömək etmiş olur. Qeyd edirəm, indi burada 32 dənə kürə var. Bu 32 kürə düşür aşağı. 16-sı sola, 16-sı sağa. Ən sonda bunun 8-i sola. Hər dəfə bölünə-bölünə gedir 2-yə. 8-i sağa. Bu 16 da bölündü. 8, 8. İçəridə qaldı 16. İndi misala bura qədər elədim. Buradan o tərəfəsini tapmağı sizə həvalə edirəm. Tapın aşağıda düzgün variantı yazın və görək hansı variant etmiş olarsınız. Təbii ki, ilk dəfə rastlaşan uşaqlar üçün biraz qəribə gələ bilər. Amma qeyd edeyim, hər dəfəsində top 2-yə bölünür. Əgər belə bir maneə varsa, o topu siz bölə bilməyəcəksiniz artıq. Çıxılıb kömək eləmiş oldum. Keçirik növbəti suala. 15-ci sual. Müəllim, İrlandiyanın. Əslində dostlar, bu sual iyul ayının qəbulunda düşərkən də bəli, belə bir sual düşmüşdür. O da Banqladeş sualıdır. O sualı da sizə göstərəcəm bir neçə müddət sonra. Yəni sual olaraq eyni sual tipidir. Sadəcə olaraq orada artıq rəqəmlər dəyişib. Burada verilən hissədə İrlandiya yox, Banqladeşdir. Bu sualı isə siz axtara bilərsiniz. Kanalımda var son video. Bundan əvvəlki videodur. Hamar ağacı videosu. O suala baxın. Bu sualın geniş formatda o izahı var. Bunu mütləq izləyin. Növbəti imtahanlarda da sizin qəbulunuza düşə bilər. Ona görə bunu qaçırmayın.
Keçdik 16-13-cü sual. Yəqin 13 diqqətimdən qaçır yazılıb. Hə. Bu nədir Şahin müəllim? Sütunlar qaydasıdır dostlar. Biz bilirik ki, sütunlar qaydasında sütunlardan birini toplayanda eynidirsə, ortadakı ədədlər eyni olur. Və ortadakı ədəd, yəni x bərabərdir. Kənarların cəminə 2 üstəgələ 2-yə 4 eləyir. Yəni sənin mübahisində 2442-dir. Sütunun birini götürüb toplayanda k plus m plus l bərabərdir. O 2442-ni siz bölə bilərsiniz 111-ə. 3 rəqəmləri toplayanda 111-ə, 2 rəqəmləri toplayanda 11-ə. Bəs yaxşı ay müəllim, mən bunu əgər böldümsə, yazdımsa, mən bilirəm də, mənə müəllim mörcədif nəyi? Deyib, əgər sütunlar eynidirsə, ortanı görmə, dostlar. Bu ikisini birləşdirsəniz, əvvəldəkini əvvələ, bu da 22 eləyir. Fərqi yoxdur. Heç ortanı görməzlikdən gəlir. Burada hansı da alınır? 22. Amma bəzən ortadakı ədəd qıraq. Bu nə vaxt ödür? Orta qıraqların cəmi versə. Bu deməkdir ki, minimum k neçədir? Bunu dostlar, nələri toplasam 22 eləyir? Biz bunu kakrodan bilirik. Ya 9, 8, 5, ya da 9, 7, 6. 9. Burada minimum neçə ola bilər? 5. K'nın qiyməti neçədir? Cəbbəndə 5. Daha sonra digər bir testlə, hansı testdən gedir söhbət? Təbii ki, anaqramdan. Bu dərz dostlar. Qü, sur, bir sözün sonu, sursat, bir sözün əvvəli. Növbəti 3 sualla bağlı. Bu da qeyri-aşkar operatordur. Ümumiyyətlə, bu son imtahanlarda biraz operatorlara daha çox yol verirlər. Ki, imtahanda daha tez düşsün. Əslində, bu yaxşı bir şeydir. Amma bayaqki misala baxandan sonra adam fikirləşir ki, yox, pisdir. 9, 2, 6 alıb 13. Tek dəyişənli operatordur. Bilirsən ki, böyük ədəddən kiçik ədəd alsa rəqəm söhbət. İşte dostlar, kənarları toplayıb 9 üstəgələ 6. Çıxıb 2-ni. Bərabərdə 13. Aha. Yəni nə? 6 ilə 8-i toplayardım. Çıxardım 3 bərabərdə 11. B bəndə. Növbəti suala gəlirik. Bu ekranda gördüyünüz sualdan gedir söhbət. Bu sual artıq təbii ki, siz bilmirsiniz. İmtahanda çox iştirak eləmədiyinizə görə bu sual artıq bir neçə dəfə qəbullarda olub, magistrda olub. Bir neçə dəfə dövlət qulunun qəbulunda olub 2024-də, 25-də. İşte dostlar, qarşı üzləri tapırsan 8-dən 3, 7 ilə 1 və 5-dən 6. Sonra nə var mənim? İşte dostlar, deyir sualların yerinə yazıla biləcək düzgün variant tapın. A bəndə olmaz. Niyə? Qarşı üzlər ilə də görsənmir. C bəndə olmaz. 5-dən 6. Y bəndə olmaz. 8-dən 3. D bəndə olmaz. 1-dən 7. Nə qalır? B bəndə. Bir də mənə ən çox sual verilən nədir? Müəllim, niyə 6, 8, 1? Hara yazırıq? Bilmirəm, dostlar, hara yazırıq? Əsas məsələ nədir? Yəni, bir-birinlə qonşu deyil, üçü bir yerdə olsun. Növbəti sual 20-ci sualdır. Linçli tərəzidir. Bu sual aslında öyle fevralda da vardı, apreldə də vardı qəbulda. Söhbət edirəm 2025-dən gedir, əvvəlki dönəmlər demirəm. Son keçirilən üç qəbulda da var. Mərkəz nöqtəsini tapıyoruz. Başlayırıq yazmağa qolları. 1, 2, 3, 4. Bu tərəflər yoxdur, yazmağa ehtiyac yoxdur. 1, 2, 3, 4, 5. Bəs buna da müəllim. 3 vur 4. Ədədi vururam oradakı qol sayına. Üstünə gəlirəm. 2 vurulsun. X bərabər. 4 vur 7. Üstə də gələk. 5 vurulsun 6. Burada olur 12. Üstə gələk 2x. Bərabərdir. Bu 28'dir. Bu da 30'dur. Eləyir 56. 58. Qalır 2x bərabərdir 46-ya. X də bərabərdir 23. Demək dostlar, bu videonun birinci hissəsidir, qeyd edeyim ki, buradakı suallar. Belə bura qədər izləmişsinizsə, mütləq mənim YouTube kanalıma abunə olun. Sizdən ən böyük ricam odur. Və videonu da bəyənin. Daha sonrasında sualları da belə keçirəm. İstəsəniz yenə bir daha sualları saxlayın, bir-bir oturun yazmağa. İnşallah videonun ikinci və üçüncü hissəsi də sizinlə paylaşılacaqdır. Orada isə siz həm oktyabr ayının qəbuluna düşmüş sualları, həm də digər sual tipləri ilə tanış ola biləcəksiniz. İndidən videonu izlədiyiniz üçün təşəkkür edirəm. Hər kəsə də imtahanda uğur arzulayıram.